İsmin cinsləri. Orta cins. Önceki iki videoda biz dedik kişi cinsi və qadın cinsi haqqında. Kim baxmayıbsa, mütləq keçid edin səhifəmə və baxın. İndi isə orta cins. Nədən biləcəyik ki, isim orta cinsdədir? Bir çoxlarınız bilirsiniz, deyərdim ki, hamınız bilirsiniz ki, isim nə sualına cavab verirsə, sırf biz burada nə sualına cavab verənə baxmalıyıq da. Nə sualına cavab verirsə, cansızdırsa, deməli bu isimdir. Əgər ismin sonuncu hərfi o hərfi ilə bitirsə, deməli bu isim orta cinsdədir. Məsəl üçün, дерево orta cinsdədir. Yabloko orta cinsdədir. Sonra окно orta cinsdədir. Sonra масло orta cinsdədir. Və s. və ilaxır. Y hərfi ilə bitirsə, orta cinsdədir. Məsəl üçün, здание, bina, знание, bilik, задание, tapşırıq və s. və ilaxır. Və hətta yəlik əvəzliklərində yo hərfi ilə bitirsə, bu da orta cinsdir. Mayo, tvayo, bunların hamısı göstərir ki, söhbət orta cinsdən gedir. Əzizlərim, 40 danışıq dərsindən faydalanmaq istəyirsinizsə, aşağıda ətraflı məlumat verilib.